Ki ben canlı yayındayam və bu canlı yayım başa çatdıqdan sonra bunu video yazı formasında öz səhifəmə yerləşdirirəm və oradan izləyə bilərsiniz. İndi səhifəmizə qoşulan bütün şəxsləri mən salamlayıram və bugünkü söhbətimizə başlayıram. Bugün sizə nəyə bildirmək, hansı fikirlərimi sizə bölüşmək istəyirdim. Mümkünsə həyatda başqalarının məsləhətinə az qulaq asın. Deməzdim tamam qulaq asmayın, amma başqalarının məsləhətinə çox daim qulaq asmağa adət etməyin. Çalışın özünüz müəyyən bir məsələlər haqqında, müəyyən bir problem yarandıqda o problemi necə həll etmək yolu haqqında özünüz fikirləşin, qərar qəbul edin və bu problemin həllinin yolunu özünüz öz düşüncənizlə tapıb onu həll etməyə nail olun. Bu daha yaxşıdır. Ola bilər ki, siz başqaları ola bilsin zorla sizə məsləhətlər verə bilər, sizə necə hərəkət etmək, nə etmək lazım olduğunu zorla sizdən tövsiyə edib sizə məcbur edə bilərlər. Belə hallarda, həyatda həmişə belə hallarda insan, hər bir adam rastlaşır və belə hallarda biraz diqqətli olun. Çalışın kənar təsirlərin, manipulyasiyanın qurbanı olmayasınız. Düzdür, başqasının məsləhətinə qulaq asmaq ola bilsin bəzi hallarda zəruri olsun, faydalı olsun, lakin bu həmişə fayda gətirmir. Çünki başqasının məsləhəti ilə hərəkət etdikdə siz birbaşa onların təsiri altına düşürsünüz, onların maraq dairəsinə düşürsünüz və onların istəklərinə uyğun hərəkət etmiş olursunuz. Beləliklə siz özünüz öz qərarlarınızı vermək keyfiyyətini itirir ya da ki, bu keyfiyyətlərə malik olmursunuz. Bu qabiliyyəti özü inkişaf etdirmiş. Odur ki, çalışın, özünüz düşünün, əgər hər bir problem haqqında özünüz düşünün, özünüz qərar verin. Sonra bu məsələnin həlli yolunu hansı variantda, hansı problemi necə həll etmək lazımdır, mümkünsə bunu düşünüb öz düşüncənizlə bu problemin həllinin, məsələnin həllinin yolu tapın və öz